Əziz şagirdlər, bugün vektorlar mövzusunun izahını verəcəm. Vektor nədir? Vektor istiqamətlənmiş düz xətt parçasıdır. İstiqamətlənmiş parçaya bir vektor deyilir. Məsələn, belə bir bu tərəfdə göstərsəm, desəm ki, bu bir A vektorudur. Məsələn, belə göstərsəm, deyirəm ki, bu bir B vektorudur. Yəni, konkret olaraq istiqaməti bəllidir. Yəni, bu vektorial kəmiyyət adlanır. Vektorial kəmiyyət adlanır. Vektorial kəmiyyətin istiqaməti və ədədi qiyməti olur. Skalyar kəmiyyətin isə yalnız ədədi qiyməti olur. Məsələn, deyə bilərik buna kütləni deyə bilərik bu şəkildə. Bu olur bizim skalyar kəmiyyətimiz, yəni heç bir istiqaməti olmayan kəmiyyətdir. Yaxşı, bəs vektorun koordinatını necə təyin edirik? Tutaq ki, bir verilir A, x1, y1 nöqtəsi və verilir bir B, x2, y2 nöqtəsi. Bizə deyilir ki, AB vektorunu tapın. AB vektorunu tapanda mən sondan başlanğıcı çıxıram. x2-dən x1-i, y2-dən də y1-i çıxıram. Bu olur bir AB vektoru. Müəllim, bəs BA vektoru AB vektoruna bərabərdirmi? Xeyr, bərabər deyil. Bunlar skalyar kəmiyyət olmadığı üçün, vektorial kəmiyyət olduğu üçün BA vektoruna bərabər deyil. Amma BA vektoru əks işarə ilə AB vektoruna bərabərdir. Əks işarə ilə AB vektoruna bərabərdir. Biz BA-nı tapmaq üçün nə edəcəyik? BA-nı tapmaq üçün biz x1-dən x2-ni çıxacağıq və y1-dən y2-ni çıxacağıq. BA vektorunu tapmış olacağıq. BA vektorunu tapmış olacağıq. A vektorunun koordinatı x, y şəklində. Bəzən isə A vektorunun koordinatı x, y şəklində verilir. Fərq etməz, hər ikisi vektorun koordinatını verir. Məsələn, gəlin göstərək. Tutaq ki, bir A nöqtəsi verildi. A nöqtəsinin koordinatı olsun, məsələn, 2, 5. Verilsin bir B nöqtəsi, onun da koordinatı olsun 1, məsələn, 3, 2. Mənə deyəndə ki, AB vektorunu tapın, aydın məsələdir ki, mən nə edəcəm? AB-ni tapmaq üçün sondan, yəni 3-dən 2-ni çıxacam, 2-dən də 5-i çıxacam. Sondan başlanğıcı çıxacam. Olacaq 1, -3. Bu olacaq bizim vektorumuzun nəyi? Vektorumuzun, belə deyək, alınmış son qiyməti. Buna deyirlər vektorun nəyi? Vektorun koordinatı. Vektorun koordinatı. Uşaqlar, bərabər vektorlar nədir bəs? Bərabər vektorlar həm istiqamətləri, həm də ölçüləri bərabər olan vektorlardır. Həm istiqamətləri bərabərdir, həm də uzunluqları bərabər olan vektorlara deyirlər bərabər vektorlar. Məsələn, belə bir vektora nümunə göstərirəm. Məsələn, deyirəm ki, AB olsun, tutaq ki, 4, 3. Bir dənə də olsun, tutaq ki, CD vektoru. Bir dənə də olsun CD vektoru. İstiqamət deyirəm ki, onda da AB ilə eynidir. Bunların mənə nə verəcək? 1 verəcək. Deyirəm ki, 1 və kök 4. 1 və kök 4 olsa, artıq mən deyəcəm ki, bu vektorun nəyi oldu? Necə deyərlər? İstiqamətləri də, ölçüləri də eyni oldu. Bəs mənim əks vektorlar istiqamətləri əksdir, amma uzunluqları eynidir. İstiqamətləri əksdir, amma uzunluqları eynidir. Bunlara deyilir əks vektorlar. İndi gəlin əvvəlcə vektorun bir modulu haqqında danışaq. Görək vektorun modulu nədir? Vektorun modulu başqa cür biz buna desək vektorun uzunluğu. Uzunluq da deyə bilərik. Mütləq qiymət də deyə bilərik. Həmçinin bu da bir belə deyək nədir? Adlandırmadır. Belə də adlandırılır bəzən. Nümunə üçün məsələn, verildi bir A vektoru, koordinatı x, y-dir. Onun modulunu tapanda bu şəkildə yazılır. Modulda A kimi. Kök altında x-in kvadratı üzərinə gəl y-in kvadratı şəklində hesablanır. Nümunə üçün deyirəm ki, A vektorunun koordinatı 6 və 8-dir. Modulda A-nı tapanda mən kök altında 6-nın kvadratı üzərinə gəlsin 8-in kvadratı. Yəni kök altında 100 şəklində yazacağım. Buradan da çıxacaq 10-dur.
Yəni bizim vektorumuzun uzunluğu nəyə bərabərdir? 10-a bərabərdir. Başqa cür bunu necə göstərərəm? Başqa cür bir ədəd oxu çəkərəm. Daha doğrusu koordinat müstəvisi çəkərəm. Koordinat sistemi çəkərəm. Danışa bilmədim. Deyirəm ki, bura bir 6-dır. X üzərində 6-dır. Burada bir y üzərində nədir? Tutaq ki, 8-dir. Buradan da belə bir perpendikulyarı endirirəm. Buradan da bir belə perpendikulyarı endirirəm. Yəni, bu belə. Aha. İndi baxın. Mən deyirəm ki, bunun bu hissəsi 6-dır. Bu hissəsi 8-dir. Mən istəyirəm bu vektorun uzunluğunu tapın. Həmin A vektoru budur. Koordinatı məlumdur da neçədirsə. A vektoru budur. İndi mən A vektorunun uzunluğunu tapanda hansı teorem gəlir ağlımıza? Pifagor teoremi. Pifagor teoremindən bunu tapmış oluram. Bu da hardan gəlir? İki nöqtə arasında məsafə düsturundan. Biz iki nöqtə arasında məsafə düsturunu bilirik. Məsələn, A nöqtəsi verilir x1, y1. Bir B nöqtəsi verilir x2, y2. Mənə deyir ki, AB arasındakı məsafəni tap. AB arasında məsafəni tap. Bunun üçün nə etməli idim? Yazırdım kök altında AB bərabərdir. x2 çıxılsın x1-in kvadratı üzərinə gəlinsin. y2 çıxılsın y1-in nəyi? Kvadratı. Bunu da buradan bu şəkildə göstərə bilirdim. Zaten x2 çıx x1 son çıx başlanğıc mənə vektorun qiymətini verirdi. Məsələn, desəydim ki, A vektoru x, y-dir. Bu özü elə son çıx başlanğıc deməkdir. Bu özü də son çıx başlanğıc deməkdir. Son çıx başlanğıc deməkdir. Əks vektorların modulları bərabər olur. Əks vektorların modulları, yəni uzunluqları bərabərdir. Məsələn, mən buradan desəm ki, AB-nin uzunluğu belə yazılır. BA-nın uzunluğuna bərabərdir. Bəli. Tam razıyam. AB-nin uzunluğu BA-nın uzunluğuna nədir? Bərabərdir. Və yaxud verir mənə bir nöqtə. Deyir ki, bir A nöqtəsidir. Koordinatı 3, 2-dir. Bir dənə də B nöqtəsi verir. Koordinatı deyir 6. Məsələn, 6-dır. Mənə deyir ki, AB vektorunun uzunluğunu tap. Əvvəlcə nə edəcəm? AB vektorunu tapıram. Sondan başlanğıc 6-dan 3-ü çıxdım. 6-dan 2-ni çıxdım. Qaldı nə? 3 ilə 4. Artıq kök altında mən 3-ün kvadratı üstə gəl 4-ün kvadratı yazıb kök altında neçə eləyir bu? 25. Kök altında 25-dən bu vektorun uzunluğunu tapa bilərəm. Yəni artıq 5-i tapmış olacam. Başa düşdünüzmü? Aha. Bir də keçirəm nəyə? Vahid vektor anlayışı. Vektorun uzunluğunu deyiriksə mütləq vahid vektor anlayışını da deməliyik. Vahid vektor uzunluğu 1-ə bərabər olan vektordur. Məsələn, hər hansısa bir A vektorunun uzunluğu 1-ə bərabər olanda bu olur vahid vektor. Bu olur vahid vektor. Nümunə məsələn deyirəm ki, A vektorunun koordinatı 0, 1-dir. Bu vahid vektordur. Çünki niyə? Mən tapmaq istəsəm 0-ın kvadratı üstə gəl. 1-in kvadratı eləyəcək nə? 1. Bu artıq olacaq bizim vahid vektorumuz. Vahid vektorumuz. Vektorun koordinatları belə deyək, müxtəlif ədədlərlə ifadə oluna bilər. Kəsr və s. Şəklində ifadə oluna bilər. Müəllim, bəs bu uşaqlar, bu düzbucaqlı belə deyək, müstəvidə olandır. Bir də fəza üçün necə olar? Məsələn, fəzada deyirəm ki, nöqtənin koordinatı x, y, z-dir. Bilirsiniz, üç ölçülü fəza olanda, yəni koordinat sisteminə başqa bir z oxu da əlavə olunsa, otağın ikinci kimi düşünün bunu, bu künc, bu künc, buranı da bir döşəmə kimi düşünsəz, bu adlanır üç ölçülü fəza. Nöqtə məsələn haradasa buralarda bir yerdədir. Yəni x-i də verilib, y-i də verilib, z-i də verilib. Bunun uzunluğunu necə taparam ay müəllim? Belə taparsan ay şagird. X kvadrat üstə gəl, y kvadrat üstə gəl, z-in kvadratı. Sən buradan artıq nəyi tapmış olacaqsan? Onun belə deyək, uzunluğunu tapmış olacaqsan. Bu artıq üç ölçülü fəzada bizim belə deyək, tapma, vektorun uzunluğunu tapma qaydamızdır bu şəkildə. İndi keçirəm nəyə? Vektorla bağlı biz danışmalıyıq nəyi?
Vektorla bağlı biz danışırıq nəyi? Uşaqlar, vektorlar üzərində əməllər. Vektorlar üzərində əməllər nədir? Vektorlar üzərində də biz məsələn bir toplama əməli yerinə yetirə bilərik. Yaxud çıxma əməlini yerinə yetirə bilərik. Məsələn, deyirəm ki, A vektorunun uzunluğu x1, y1-dir. B vektorunun uzunluğu x2, y2-dir. Mən necə toplayacağam? A üstə gəl B. Bildiyin bu şəkildə yazacaqsan da. x1 üzərinə gəl x2, y1 üzərinə gəl y2 şəklində yazacaqsan. Çıxmasında da eyni bu prinsiplə. Bura bir çıxma, bura bir çıxma, burada bir çıxma işarəsi qoyacaqsan və vektorun belə deyək, uzunluğunu tapmış olacaqsan. Məsələn, deyirəm ki, A-nın belədir. A vektorunun uzunluğu 2, 3-dür. B-də də nədir? Məsələn, atıram 1, 4-dür. Mənə deyəndə ki, AB-nin cəmi, okey, AB-nin cəmini tapıram. 2 ilə 1 topladım. 3 ilə də 4-ü topladım. Elədi 3, 7. İndi bəzən mənə belə verə bilər. A üstə gəl B-nin modulu. Artıq alınan koordinat var. Bu koordinatın uzunluğunu tapacaqsan. 3-ün kvadratı üstə gəl 7-nin kvadratı. Yəni kök altında 9 üstə gəl 49. Bu da eləyəcək kök altında 58. Yəni bunu əlbəttə ki bilirsiniz ki kök çıxmayacaq. Kök çıxmayacaq. Aydındırmı sizə? Aha. Bu uşaqlar, bu bizim olduğu ədədlərlə toplamaq. Vektorlar bilirsiniz ki həm həndəsənin, həm də cəbrin bir sahəsidir riyaziyyat üzrə. İndi keçirəm nəyə? Həndəsi qaydası da var. Məsələn, toplama üçbucaq qaydası var və paraleloqram qaydası var. Üçbucaq qaydası, paraleloqram qaydası. Üçbucaq qaydasında necədir? Diqqət edin. Tutaq ki, verildi bir A vektoru. Buradan da verildi bir B vektoru. A da verilib B-də. Artıq mən nə edərəm? Belə deyək, belə verməyək. Deyək ki, məsələn, bir A vektoru birinin sonu, birinin başlanğıcıdır. Məsələn, A olsun, bu da B olsun. Artıq mən buradan gedib üçüncü bir C vektorunu çəkəndə, fikir verin, sonu sonudur, başlanğıcı da bunun başlanğıcıdır. Artıq bu C vektoru A ilə B-nin cəmi olmuş olacaq. Nə olacaq? A vektoru ilə B vektorunun cəmi olmuş olacaq. Buna deyəcəm vektorların toplanmasının üçbucaq qaydası. Müəllim, bəs paraleloqram qaydası necədir? Və yaxud ardıcıl getsə necə olardı müəllim? Gəlin ardıcıl getmə vəziyyətində deyək. Burada bu bilirsiniz biraz da niyə bənzəyir? Fizikada əvəzləyici qüvvə keçmisiniz də. Əvəzləyici qüvvəyə bənzəyir. Əvəzləyici qüvvəni vektorlarla biz ifadə eləyəndə bu şəkildə ifadə eləyirdik. İndi keçirəm nəyə? Müəllim, bəs 3 ardıcıl olsa, tutaq ki, yoldaşlar, belə oldu. Bu da bunun ardında, bu da bunun ardında. A, B, C. A, B, C. Bu halda artıq A, B, C üçünün cəmi sıfırdır. Çünki bu bir döngüyə girir. Artıq belə deyək, bu vektorların cəmi mənə 0 verəcək. Başa düşdünüzmü? Neçə verəcək? Bu vektorların cəmi mənə 1, 0-ı verəcəkdir. Bu oldu bizim vektorların toplanma qaydası. Bu oldu biri. Üçbucaq qaydası. Keçirəm nəyə? Paraleloqram qaydasına. Paraleloqramda necədir? Çəkdim bir A vektoru. Məsələn, ixtiyari olaraq bir dənə də B vektoru çəkdim. Olsun bir B vektoru. Bax, A ilə B-nin cəmi ortadan çəkdiyim bu vektordur. Məsələn, deyirəm bir C vektoru. Bu C, A vektoru ilə B vektorunun cəmidir. Səbəb nədir müəllim? Mən bu B vektorunu götürürəm, paralel olaraq bura nə edirəm? Köçürürəm. Paralel olaraq ora köçürürəm. Mən onun uzunluğunu köçürmüş olduğum üçün fikir verin, bir nevi gəldi bu təzədən hansı qaydaya çıxdı? Üçbucaq qaydasına. Üçbucaq qaydasına çıxdı. Və yaxud A-nı köçürmürəm, bu B-ni götürürəm. Buradan bura nə edirəm? B-ni köçürmürəm, A-nı köçürmüş oluram. Bu da oldu bizim paraleloqram qaydası.
paraleloqram qaydası. Hə. Və bir də keçirəm nəyə? Burada bizim vektoru tutaq ki, belə çəkmirəm. Çəkdim bu şəkildə. Tutaq ki, çəkdim bu şəkildə. Bir A vektoru. Bir dənə də buradan bir B vektoru. Paraleloqram qaydasına gətirmək istəyirəm. Belə çəkmirəm, götürürəm, belə çəkirəm. Belə çəkirəm. Hə, artıq bu nə olur? Onda bu C A çıx B vektoru olur. C nə olur? A vektoru çıx B vektoru olur. Bu şəkildə. Başa düşdünüzmü? Bu şəkildə. Və bir də keçirəm nəyə? Vektorlar yalnız bu qaydalarla bitirmir? Xeyr. Müəllim bizə yalnız 2 vektor mu verəcək? Xeyr, 2 vektor verməz, daha çox vektor verər. Necə verər? Gəl baxaq. Məsələn, verdi belə bir A vektoru. Belə bir B vektoru. Nə bilim, belə bir C vektoru. Deyər ki, indi bu üçün cəmini tap. Bu üçün cəmini tapanda bunların ən başlanğıcından ən sonuna belə bir şey çəkirəm. Deyirəm ki, bir olsun bir D vektoru. Həmin bu D vektoru A-nın, B-nin, C-nin cəmidir. Bu D vektoru A-nın, B-nin, C-nin nəyidir? Cəmidir. Başa düşdünüzmü? Bu da bu şəkildə. Bu da bu şəkildə. Hə, müəllim, əgər belə olmasaydı, istiqaməti bu tərəfdə olsaydı, dediyim kimi, onda A, B, C, D-nin dördünün də cəmi nə olardı? 0 olardı. İstiqamət sonunu gedib birləşdirməsəydi, birinin sonu, birinin başlanğıcını, artıq onu deyəcəkdim ki, o dördünün də cəmi mənə nə verəcək? Dördünün də cəmi mənə 0 verəcəkdi. Başa düşdünüzmü? Bu da bu şəkildə. Keçirik nəyə? Vektorlar üzərində əməllərdən keçək vektorların ədədə vurulmaq qaydası. Uşaqlar, yadda saxlayın. Hər bir A vektorunu bir lambda ədədinə vurmaq olur. Bu lambda ədədidir. Yəni bir lambdaya vurmaq olur. Yəni necə olur? Diqqət edin. Tutaq ki, verildi mənə A vektoru. Koordinatları x, y-dir. Deyirəm ki, lambda A-nı tap. Lambda A-nı tap o deməkdir ki, mən A vektorunun hər bir koordinatını həmin bu lambda ədədinə nə edirəm? Həmin bu lambda ədədinə vururam. Lambda ədədinə vururam. Gəl bunu silək, x yazaq. Yanlışlıq oldu. Bu şəkildə. Məsələn, verir mənə belə bir şey. Tutaq ki, deyir A vektorunun koordinatı 1, 2-dir. Mənə deyir ki, lambdanı götür 2. 2 A-nın modulunu tap. Əvvəlcə mən götürürəm 2 A-nı hesablayıram. Yəni bunun hər birini vururam nəyə? 2-yə. Olur belə. Olur belə. 2 A-nı tapanda 2-ni vurdum 1 elədi 2. 2-ni vurdum 2 elədi 4. Məndən nə istəyir? Məndən nə istəyir? Kök altında 2-nin kvadratı üstə gəl 4-ün kvadratı. Bu elədi kök altında 20. Bu da 2 kökdə 5 deməkdir. Bu şəkildə lambda A-nın uzunluğunu tapmış olduq. Başa düşdünüzmü? Yəqin ki, başa düşdünüz. Öz-özümə danışıram. Keçək növbətiyə. Keçək növbətiyə. Başqa cür hər hansısa bir qayda deyə bilərikmi? Deyə bilərik. Deyə bilərik. Hə, vektorların skalyar hasili. Vektorların skalyar hasili nədir? Vektorun skalyar hasili dedikdə bir A vektoru verildi. Məsələn, x1, y1. Verildi hər hansısa da bir B vektoru. X, tutaq ki, 2, y2. x2, y2. Məndən bu vektorların skalyar hasilini istəyir. Skalyar sözündən artıq o deməkdir ki, artıq burada konkret bir qiymət tapıb çıxartmalıyıq ortaya. Yəni bir istiqamət qalmamalıdır. Onda necədir? A vektorunu
Mən B vektoruna vuranda x1-i vururam x2-yə, y1-i vururam y2-yə, bunları toplayıram. Məsələn, deyirəm ki, A vektorunun koordinatı 2 ilə 5-dir. B-nin koordinatı 3 ilə 4-dür. Mən skalyar hasili istəyəndə A ilə B-nin arasında 2-ni vururam 3-ə, 5-i vururam 4-ə. 6 ilə 20-ni toplayıram. Elədi 26. Artıq skalyar hasili nə etmiş oldum? Skalyar hasili tapmış oldum. Skalyar hasildən sonra biz keçməliyik nəyə? Vektorların hasilinin, skalyar hasilinin belə bir qaydası da var. Gəlin bundan da danışaq. Məsələn, 2 dənə vektor çəkirəm, istiqamətlənmiş. Bir A vektoru, bir də B vektoru. Bunların arasında bir bucaq qalır, bir alfa bucağı. Onu başqa cür necə taparam? A ilə B-nin hasilini. A vektoru vurulsun B vektoru. Modul A vurulsun modul B bölünsün nə? Kosinus alfa. İki vektor arasında qalan bucağın kosinusu hasili. İki vektor arasında qalan bucağın kosinusu nəyi? Hasili. Əgər yadda saxlayın. Biz burada vacib bir şərti nə vaxt deyəcəyik? Kosinus alfa sıfıra bərabər olma halı. Alfa 90 dərəcə olanda. İndi bu vektorun perpendikulyarlıq şərtində, perpendikulyar vektorlar haqqında danışanda bunu deyəcəm sizə. Vektorların perpendikulyarlığını danışanda bunu sizə deyəcəm. Bu şəkildə. Vektorlarla bağlı bizim xassələrimiz var. Həmin xassələri deməliyik. Xassələrimiz necədir? Birinci xassəmiz. A vektorunu B vektoruna vururamsa, B vektorunu da A vektoruna vurmuş olaram. Yəni bu yer dəyişmədir. Vurmada yer dəyişmə. Çox bir şey dəyişmir. Yəni eyni şeydir. İkinci ilə vurmanın paylama qanununa bənzəyir. B vektoru üzərinə gəlinsin və ya çıxılsın bir C vektoru. Olur belə. A vektoru vur B vektoru. Üzərinə gəlinsin A vektoru vurulsun bir C vektoru. Və üçüncü əsas qaydamız vektorun kvadratı elə onun modulunun kvadratına bərabərdir. Modulunun kvadratına nədir? Bərabərdir. Yəni necə bir şeydir bu? Göstərək. Yazıram ki, A vektoru 2, 3'dür. Məsələn. A vektorunun kvadratı nə deməkdir? Deməli, mən A vektorunun özünə nə etməliyəm? Vurmalıyam. Özünə vurmaq deyəndə, yəni onun skalyar hasilini tapacam da. 2 vur 2, üzərinə gəl 3 vur 3. Yəni 4 üstə gəl 9 elədi 13. 4 üstə gəl 9 nə elədi? 13 elədi. İndi mən bunun modulunu tapanda zaten yine eyni şey eləyirəm də. Kök altında modula tapsam 2'nin kvadratı üzərinə gəl 3'ün kvadratı. Elədi kökdə neçə? Kökdə 13. Məndən bunun kvadratını istəsə, hər tərəfi kvadrata yüksəldəcəm. Avtomatik modulanın kvadratını mən 13 almış olacağım. Bu da bu şəkildə. Bu da oldu bizim vektorumuzun nəyi? Nə oldu bu? Bizim vektorumuzun xassələrindən biri. İndi keçirəm nəyə? Vektorlar arasında qalan bir alfa bucağı var. Həmin alfa bucağı üçün mən həmin bucağı tapmalıyam. Kosinus alfanı. İndi bayaq kimi göstərdik biz. Skalyar hasildən biz bunu göstərdik. Məsələn, A vektorunu vururdum B vektoruna. Bu o deməkdir ki, A'nın uzunluğunu vurmalıydım B'nin uzunluğuna. Bunu da vurmalıydım nəyə? Kosinus alfaya. İki vektor arasında qalan bucağın tapılması qaydası. Çox bəsit. Kosinus alfanı belə tapıram. A vurulsun B bölünsün modul A vurulsun modul B. İndi sən ürəyin istəyirsə A vur B'ni onsuz da necə yazmalıyam? A'nın tutaq ki, deyirəm x1'dir, y1'dir. B'yə də deyirəm x2'dir, y2'dir.
Eyni şeyi burada da deyirəm. Onda bu nədir? Modul A nə deməkdir? Onun uzunluğu. Onun uzunluğu. Yəni yazıram belə. x1-in kvadratı üstə gəl y1-in kvadratı vur olsun. x2-nin kvadratı üstə gəl y2-nin nəyi? Kvadratı. Və o da belə olacaq. Surət skalyar asildir, onsuz da x1 vur x2 üzərinə gəl y1 vur y2 bölünsün kök altında x1-in kvadratı üstə gəl x2-nin kvadratı vur olsun x2-nin kvadratı üstə gəl y2-nin kvadratı. Bu da oldu bizim iki vektorumuz arasında qalan bucağın nəyi? Tapılması qaydası. İndi məsələn özümdən bir nümunə verim. Özümdən bir nümunə verim. Baxaq. Üçlü fəza üçün verəcəm nümunəni. Deyirəm ki, alfa vektoru belədir. 2, 3, 1. Tam ədəd çıxmaya bilər yoldaşlar. Çünki gəlişinə bir şey yazıram. B vektoru da deyirəm ki, 1, 2, 3. Niyə kiçik ədədlər seçirəm? Çünki böyük ədədlərlə oynamaq istəmirəm. İndi mən bunlar arasında qalan bir alfa bucağı olduğunu düşünürəm, onu tapmağa çalışıram. Onun üçün nə edirəm? Kosinus deyirəm ki, A ilə B'nin arasında qalan bucaq bir alfadır. Olsun, gəl həmin alfanı tapaq. Yazıram. Kosinus alfa bərabərdir. A vektoru vur B vektoru bölünsün kök altında. Kök altında nə idi? Modulda bir A vektoru. Sonra nə? Vurulsun 1. Modulda bir B vektoru. Bu şəkildə. İndi bundan sonra nə edəcəm? Bunu silək. Tezdən yazaq. Bu da bu şəkildə. Bundan sonra nə edəcəm? Bundan sonra. Bu A ilə B'nin skalyar asilidir axı. 2-ni vururam nəyə? 1-ə. Yazıram 2 vur 1. Üzərinə gəl. 3-ü vururam nəyə? 2-yə. 3 vur 2. Üzərinə gəl. 1-i vururam nəyə? 3-ə. 1 vur 3. Bölünsün. Kök altında. 2-nin kvadratı. Üstə gəl 3-ün kvadratı. Üstə gəl 1-in kvadratı. Biraz bunu qəşəng yazaq. Çox pis oldu. Gəlin qəşəng yazaq. Olacaq belə. Kök altında 2-nin kvadratı üstə gəl 3-ün kvadratı. Üstə gəl 1-in kvadratı. Vurulsun. Kök altında. 1-in kvadratı üstə gəl 2-nin kvadratı. Üstə gəl 3-ün kvadratı. Bu da nə eləyəcək? Bu elədi 2, 6, 3. 2 üstə gəl, 6 üstə gəl, 3. Kök altında. Bunlarda nə eləyir? Bunun cəmi eləyir. 4 üstə gəl, 9 üstə gəl, 1. Yəni 14. Vur olsun. Elə bu da 14 eləyəcək. Bunların çünki ölçüləri bərabərdir. Amma özləri bərabərdir deyə bilmərik də. Çünki koordinat x-də fərqlidir, y-də fərqlidir. Amma ölçüləri eynidir. Onda nə edirəm? Onu yazıram belə. Surət verir mənə 11, məxrəc verir mənə 14. Kosinus alfa 11 böl 14'dür. İndi mən bunu nə edirəm? Yazıram alfa bərabərdir. Arc kosinus 14'də 11. Yəni bizim bucağımız arc kosinus 14'də 11 ilə ifadə olunmuş olacaq. Uşaqlar, vacib qaydalardan biri. Ötən il düşüb. Vacib. Mütləq şəkildə bilmək lazımdır. Müəllim, bayaqdan dedikləriniz vacib deyilmi? Əlbəttə ki, onlar da vacibdir, amma əsas nəyə diqqət etməliyik? Paralel vektorlar. Başqa cür desək, kollinear vektorlar. Necə vektorlar? Kollinear vektorlar. Başa düşdünüzmü? Paralel vektor nədir? İstiqamətləri eynidir, yan-yana gedirlər də, elə bil ki. Necə göstərəcəm? A1 x1 böl y1 B vektoru
x2, bu da y2. Paralel olanda x1'in x2-yə nisbəti y1-in y2-yə nisbətinə bərabər edir. Tutaq ki, deyirəm ki, A-nın 3-dür, 5-dir. B-də də məsələn x-dır, 15-dir. Deyirəm ki, hansı halda bunlar paralel olar? X-i tapın. Keçən il bu tip bir sual düşmüşdü. Yazıram. 3-ün x-a nisbəti, 5-in 15-ə nisbəti. İxtisar eləyirəm, 1 qalır, 3 qalır. Çarpaz vursam, x-i alacam neçə? 9. X 9 olarsa, bu vektorlar kolinear olacaqlar. Kolinear olacaqlar. Başa düşdünüzmü? Və bunun özü də bir k ədədinə bərabərdir. K ədədinə bərabərdir. K-mız müsbət ədəd olanda, k-mız müsbət ədəd olanda mən deyirəm ki, bunlar eyni istiqamətlidir. K-mız mənfi olanda kolineardırlar, amma əks istiqamətlidirlər. Necə müəllim? Biri belədir. Bu da belədir. Eyni istiqamətli kolinearlardır bunlar. A ilə B. Amma digər məsələn belə olar. Bu da belə olar. A ilə B. Əks istiqamətli kolinearlardır. Başa düşdünüzmü? Əks istiqamətli kolinearlardır. Yəni bu sözləri niyə deyirəm? Fərqlilik olsun deyə demirəm. İmtahanda bəzən kolinearda verər, paraleldə verər. Başa düşdünüzmü? Ona görə kolinear sözünü işlədirəm ki, qoy qulağınız buna öyrəşsin. İkinci nədir? Perpendikulyar vektorlar. Perpendikulyar vektorlar. Perpendikulyar vektorlar. Perpendikulyar vektorlarda x1, y1 takibül B vektorudur. x2, y2. Perpendikulyar vektorlarda necə olur? Bunların skalyar hasili 0 verir. Nə verir? Skalyar hasili 0 verir. Yəni, mən götürüb yazsam ki, x1 vur, x2 üzərinə gəl, y1 vur, y2 bu bərabər olmalıdır 0-a. Niyə görə? Vektorlar bayaq demişdim. Perpendikulyar olanda burada skalyar hasilin belə bir qaydası var idi da. A vur B-də. Nə etməliydim? A-ya vurmalıydım, B-yə vurmalıydım. Sonra kosinus bunlar arasında qalan bucağa vurmalıydım. İndi həmin bucaq kosinus alfa deyək 90 dərəcə olanda, perpendikulyar olanda axı 90 dərəcədir. Kosinus nə verəcək mənə kosinus 90-da? Alfa 90 olanda kosinus 90 mənə nə verəcək? Kosinus 90 dərəcə mənə 0 verəcək. Onda avtomatik bu hasil nəyə gedir? 0-a gedir. Başa düşdünüzmü? Bu artıq adlanır bizim nəyimiz? Perpendikulyar vektorlarımız. Perpendikulyar vektorlarımız. Bu da bu şəkildə. Bununla da bağlı düşünürəm ki, qaydalar düşə bilər. Qaydalar düşə bilər. Başa düşdünüzmü? Bu da belə. Bu oldu bizim perpendikulyar vektorumuz. Bunun da adlandırması uşaqlar, bunun da adlandırılması başqa cür də adlandırıla bilərdi. Əlbəttə ki, məsələn, deyirəm ki, belədir. A vektoru verilib, tutaq ki, məsələn, 3-dür, 2-dir, B vektoru da verilib, bilmirəm. Məsələn, 4-dür, 1 y-dir. Deyirəm ki, vektorlar ortogonaldır. Ortogonal vektordur. Y-i tapın. Uşaqlar, ortogonal perpendikulyar deməkdir. Ortogonal perpendikulyar deməkdir. Kolinear nə deməkdir? Paralel deməkdir. Onda nə etməliyəm? 3-ü vururam 4-ə. 3 vur 4. Üzərinə gəl. 2-ni vururam nəyə? Y-ə. 2 vur Y. Bu nə elədir? Bu 0 verməlidir.
12 üstəgəl 2y-imiz 0-dırsa, 2y-imiz bərabərdir -6 12-yə. Onda y-imiz də bərabərdir nəyə? -6-ya. Başa düşdünüzmü? Bu da bu şəkildə. Bu da oldu bizim vektorlar mövzusunun tam izahı. Əlbəttə ki, abituriyent səviyyəsindədir bu. MEQ üçün artıq tam başqa bir izah vermək lazımdır. Yəni bir neçə əlavəmiz ola bilər MEQ üçün izahda.